Necə edim ki, sürət radarına düşməyim? Avtomobil sürücülərini ən çox düşündürən suallardan biri. Gəlin öncə sürət radarının necə işləməsinə baxaq. Sürət radarı özündən elektromaqnit dalğası şüalandırır. Şüalanan elektromaqnit dalğası avtomobillərdən əks olunur. Əgər avtomobil hərəkət edirsə, əks olunan elektromaqnit dalğasının tezliyi dəyişir. Buna Doppler effekti deyilir. Sürət nə qədər çox olarsa, tezliyin dəyişməsi də bir o qədər dəfə çox olur. Sürət radarı da bu tezliyi dəyişməsinə uyğun olaraq avtomobilin sürətini təyin edir. Yəni dostlar, radar bizi görmür. Əslində fizika qanunlarını tətbiq etməklə sürətimizi hesablayır. Bəs necə edə bilərik ki, sürət radarına düşməyək? Bunun yalnız bir yolu var. İcazə verilən maksimal sürət həddində avtomobili idarə etmək. Bu tək radardan yayınmaq üçün yox, bizim həm sağlamlığımız, həm də təhlükəsizliyimiz üçün önəmlidir. Bu tip maraqlı məlumatlar dinləmək istəyirsinizsə, izləmədə qalın. Növbəti videoda hansı cihaz haqqında danışım, rəylərdə qeyd edin. Sağ olun.